Salam, Infos şirkətinin həftəyi bazar analizinə xoş gəlmişsiniz. Bu həftə avro dollar 1.26-10-a, funt dollar isə 1.52-29-a qalxa bildi. Bu valyutalarda həftənin iş yarısı aya əhval müşahidə olunurdu. Bazar ertəsi bazar dollara qarşı cüzi enişlə açıldı. Avropa fond indekslərinin və yena ilə olan krossların enişi fonunda dollar dikəlməyə başladı. Avro dolların məzənnəsi 1.23.35-də dəstək səviyyəsini kəsdi və 1.22.65-ə kimi endi. Franka qarşı avro yeni tarixi minimumu 1.30.72-də qeyd etdi. Eniş Avrozonanın bank sektorundakı likvidlik ilə bağlı narahatlıqlar fonunda baş verdi. Belə ki, cümə axşamı banklar 442 milyard avro məbləğində AMB-nin illik kreditlərini bağlamalı idi. Fond krossların dəstəyi ilə bazar ertəsi 1.51.29-a kimi möhkəmlənə bildi. Çərşənbə axşam avro dolların enişi 1.21.49-a kimi davam etdi. Fond dollar isə 1.50-50 müqamətindən yuxarıda fletə girmişdi. Həmin gün Amerika fond indeksləri kəsin şəkildə endi və dollar aylarına dağıdıcı təsir göstərdi. Dow Jones indeksi 2,65% enərək yenə 10.000 punktdan aşağı düşdü. Nasdaq və S&P 500-ün itkiləri 3%-dən çox oldu. Fond indekslərinin enişinin səbəbi ABŞ-da istehlakçıların İnam indeksi və Çin üçün yenidən nəzərdən keçirilmiş Conference Board qabaqlayıcı iqtisadi indikatorunun, hansı ki, apreldə 1.7% proqnoza qarşı 0.3% artdı, negativ göstəriciləri oldu. Zəif iqtisadi göstəricilər investorlarda ABŞ-ın və Çinin dayanıqlı iqtisadi artım tempinə qarşı şübhələr oyatdı. Bu da Amerika dövlət obliqasiyalarına və dollara tələbi artırdı. Çərşənbə günü avro franka qarşı 1.31.74 enməyə davam edirdi. Avroya təzyiq Avropa pul bazarında faiz dərəcələrinin artımına münasibətdə investorları narahat edirdi. İspaniya banklarının aksiyaları çərşənbə axşamı 3%-dən çox endi. Çərşənbə günü Avropa sessiyasında AMB-nin 3 aylıq kreditlərinə tələbin proqnozlardan aşağı olması və təqribən 132 milyard avro təşkil etməsi xəbəri ABŞ dollarının satılması ilə yadda qaldı. Həmin gün buğalar 1.23.04 müqamətindən yuxarı qalxa bilmədi. Belə ki, Moody's reyting agentliyi bəyan etdi ki, İspaniyanın kredit reytinginə yenidən baxılacaq. Avro 1.21.93 kimi geri çəkilməli oldu. Font isə 1.49.34-də endi. Avro buğaları cümə axşamı İspaniyanın yeni 3.5 milyard avro dəyərində dövlət obliqasiyalarına uğurlu hərras keçirməsindən sonra əks hücuma keçdilər. Moody's agentliyinin xəbərdarlıqlarına baxmayaraq qiymətli kağızlara tələb yüksək idi. Amerika sessiyasının açılışına avro-dollar məzənnəsi güclü müqamətlə rastlaşdı. Zəif ABŞ göstəricilərinin dərcindən sonra investorlar ABŞ iqtisadiyyatının zəifləməsində fikirlərini cəmlədilər və bütün bazar boyu dolları, həmçinin neft və qızılı satdılar. Cümə axşamının nəticələrinə görə avro-dollar müqaməti qıraraq 1.25.40-a, funt dollar isə 1.51.70-ə kimi möhkəmlənə bildi. Cümə günü bazar 17.30-a kimi fletə girmişdi. Belə ki, ABŞ-ın məşğulluq hesabatının dərci gözlənilirdi. ABŞ-da yeni iş yerlərinin sayı iyun ayına mənfi 110.000 proqnoza qarşı mənfi 125.000-ə qədər ixtisar olundu. May və aprel göstəriciləri artıma doğru müvafiq olaraq 433.000 və 313.000-ə kimi yenidən nəzərdən keçirilmişdi. Əmək Nazirliyinin hesabatında həmçinin qeyd olunurdu ki, iyunda iş yerlərinin sayının azalması əhalinin siyahıya alınmasını həyata keçirmək üçün işə götürülən müvəqqəti əməkdaşların işdən çıxarılması ilə bağlı idi. Amerika iqtisadiyyatının dirçəlişi üçün özəl sektorda yeni iş yerləri yaratmaq lazımdır. Ona görə də bazar hesabata cavab olaraq dolları satdı. Bu negativ xəbəri işsizlik səviyyəsi bir qədər yumşatdı, hansı ki, iyunda 9.7%-dən 9.5%-ə indi. Cümə günü 17.30-da NFP göstəricilərinə əsasən avro-dollar 1.26-10-a kimi artımı davam etdirərək həftəni 1.25.66 ətrafında başa vurdu. Bazar ertəsi ABŞ-da müstəqillik günü bayramının davam etdirilməsi ilə əlaqədar maliyyə bazarları bağlı olacaq. Ona görə də günün ilk yarısı aktivlik gözləmək lazımdır.